Tovuzda qadın WhatsApp qrupunda iş yoldaşlarını təhqir edib. Məlumata görə 31 yaşlı Gülnar Hacıyeva ilə gözəllik salonunda işləyən digər həmkarları arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnar özünün, salonun sahibinin və digər iki qadının olduğu WhatsApp qrupunda onları söyüb. Bu əməlinə görə Gülnar polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 maddəsi ilə protokol tərtib olunub. Gülnar Hacıyevanın sözlərinə görə salonun sahibi iş yerində onunla kobud danışaraq müştərilərinin ona mane olduğunu deyib. Hadisə olan günü axşam zərər çəkən sahibkar ona zəng edərək danlayıb. Gülnar söz demək istəyəndə isə telefonu söndürüb. Buna görə də Hacıyeva WhatsApp qrupunda salonun sahibini və digər iki xanım əməkdaşı söyüb. O bu əməlini həmin qadınların birləşərək onu işdən çıxarmaq istədikləri üçün etdiyini bildirib. Gözəllik salonunun zərər çəkən sahibi isə ifadəsində bildirib ki, işçilər arasında mübahisə olduğu üçün axşam Gülnarla danışaraq iradını çatdırıb və bunlara son qoyulmasını istəyib. Gülnar da WhatsApp qrupunda onu və digər iki qadını təhqir edib. Zərər çəkən şikayətçi olduğunu və Gülnar barəsində ağır inzibati tənbih tədbiri görülməsini istədiyini qeyd edib. Məhkəmənin qərarı ilə Gülnar Hacıyeva 500 manat məbləğində inzibati qaydada cərimələnib. Qeyd edək ki, adlar şərti idi.